Yanımıza qonaq dəvət etmişik. Politoloq Rəşad Bayramov bizimlədir. Xoş gəldiniz Rəşad bəy. Salam, xoş gördük. Bugünkü görüşdən siz nə gözləyirsiniz? Düzdür, biz bu vaxta qədər çox danışdıq. Müəyyən gələn açıqlamalar, irəli sürülən o tələblər, 10-15 maddəlik ağır tələblərdən söhbət gedir. Çox ümidli deyildik əslində, heç birimiz elə sizlər də, amma indiki məqamda az öncə açıqladığım məsələ də xüsusən də sanksiya ilə bağlı məqamda. Sizin bir növ fikrinizi dəyişməyə təsir göstərərmi? Yəni müsbət bir nəticəni gözləyirsinizmi? Əslində Amerika Birləşmiş Ştatları tərəfindən irəli sürülən 15 maddəlik maddə və yaxud da İran tərəfindən irəli sürülən 10 maddəlik o tələblər faktiki olaraq maksimalist mövqeyin ifadəsi idi və danışıqlar öncəsi bu cür tələblərlə çıxış etmək də əslində normal, belə deyək, haldır. Hər nə qədər bir-birinə zid mövqeni ortaya qoysalar da tələblər baxımından. Amma əslində başa düşüləndir ki, hər hansı bir, belə deyək, güzəşt limitini saxlamaq üçün əvvəldən maksimalist tələblər ortaya qoyulur. Yox, sırf bu tələblər üzərində dayanılacaqsa, o zaman görüşün keçirilməsinə də ehtiyac yox idi. Çünki tərəflər irəli sürdükləri tələblərin üzərində dayanacaqlarsa, bu o deməkdir ki, hər hansı bir, belə deyək, müzakirə artıq mənasızdır. Çünki biri məsələn, uranın zənginləşdirilməsinin davam etdirilməsi tələbi ilə çıxış edib, o biri bunun məhdudlaşdırılması mövqeyini ortaya qoyursa, biri balistik raket sisteminin məhdudlaşdırılması ilə çıxış edib, o biri bu mənim suveren hüququmdur deyirsə, nəticə etibarilə müzakirəyə də bir şey qalmır. Amma məsələ orasındadır ki, hər iki tərəf bu və digər şəkildə müharibədən qaçmağa çalışır. Yəni, bundan sonra müharibənin yenidən baş verməsindən qaçmağa çalışır. İran tərəfi başa düşüləndir, özünün belə deyək, böyük hərbi potensialını demək olar ki, itirib. Hər nə qədər bundan sonra da müqavimət gücü qalsa da, amma Amerika Birləşmiş Ştatlarının belə deyək, gücü qarşısında bu gücü müqayisə eləmək olmaz. O baxımdan təbii ki, İranın özünə də müəyyən bir ən azından müddət lazımdır. Amerika Birləşmiş Ştatlarına da bu və digər şəkildə müharibənin dayandırılması lazımdır. Çünki indiyə qədər keçən dövr, yəni xüsusən də 40 günlük müharibə dövrü onu göstərdi ki, daxildə belə elektorat arasında fikir ayrılıqları ortaya çıxır. Biz milyonluq etiraz mitinglərinə də şahidlik etdik. Biz konqresdə təkcə demokratların yox, o cümlədən də respublikaçıların ayrı-ayrı nümayəndələrinin etirazına şahidlik etdik. Biz nəticədə Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik və Kəşfiyyatına rəhbərlik edən şəxsin etiraz olaraq istefa verib geri çəkilməsinə şahidlik etdik və ən nəhayət də Amerika Birləşmiş Ştatlarının özünü müttəfiq kimi qəbul elətdirdiyi Körfəz ölkələrindən etirazlar oldu. Qiymət artımı ilə bağlı, neft məhsullarının qiymətinin artması ilə bağlı Avropa İttifaqından etirazlar oldu. Asiyada Amerika Birləşmiş Ştatlarının müttəfiqləri tərəfindən etirazlar oldu və bu il həm də Amerika Birləşmiş Ştatlarında seçki ili olduğunu nəzərə alsaq, Amerika Birləşmiş Ştatlarına da bu və digər şəkildə, belə deyək, müharibənin olmaması indiki mərhələdə lazımdır. Amma hər iki tərəfin də özünü qalib elan etdiyi bir, belə deyək, məsələdən söhbət gedir. Bu baxımdan tərəflər bu və digər şəkildə nəsə alaraq danışıqlardan geri çəkilməlidirlər. Yəni, bu günləri tutaq ki, İranın bütün tələbləri Amerika Birləşmiş Ştatları tərəfindən qəbul olunsa, o zaman bu Trump hakimiyyətinin faktiki olaraq nüfuzuna ciddi şəkildə zərbə vuracaq. Çünki ortaya suallar çıxacaq ki, bu müharibə nəyə lazım idi o zaman. Eyni şəkildə İran Amerika Birləşmiş Ştatlarının bütün tələblərinə hə deyəcəksə indi, o zaman deyiləcək ki, bu tələblər müharibədən qabaq da masadaydı, onda niyə qəbul eləmirdin, niyə bu qədər etkilər verdik və nəticə etibarilə hər iki tərəfdə sərt xətt tərəfdarlarının mövqeləri daha üstün olmağa başlayacaq. O baxımdan hansısa formada bu gün təbii ki, uzlaşmaq istəyəcəklər tərəflər. Amma uzlaşmadan müsbət nəticələrin əldə olunması üçün hər iki tərəfin kompromislərə hazır olması lazımdır. Bu kompromislər bu və digər şəkildə ortada olacaqsa, o zaman biz hansısa razılaşmadan danışa bilərik. Bu razılaşma təbii ki, belə deyək, sülh razılaşması olmayacaq. Bu razılaşma təbii ki, ilk görüşdən etibarən hər şeylə bağlı ümumi ortaq məxrəcə gəlmək kimi bir məsələ olmayacaq. Yəni, bunu gözləmək də özü sadəlövlük olardı. Amma ən azından bu və digər şəkildə bir-birinin maraqlarını qəbul edərək və onların qəbul edilməsi üçün, uzlaşdırılması üçün ortaq məxrəcləri taparaq hansısa addımlar atmaq mümkündür. Yəni, deyirəm, baxır tərəflərin görüşlərə gəlmə niyyətləri nədən ibarətdir.
İran tərəfi haqlı olaraq belə deyək, etimad göstərmir. Çünki deyir ki, 2 dəfə danışıqlar prosesinin ortasında mənim ərazimə hərbi əməliyyatlar keçirilib və bombalanmaya məruz qalmışam. Qalibov da dedi, xoş niyyətimiz var, amma inanmımız yoxdur. Amerika Birləşmiş Ştatlarında da etimad yoxdur İrana. Çünki uzun illər ərzində biz nüvəni ancaq dinc məqsədlər üçün saflaşdırırıq deyən İrana onda sual vermək lazımdır ki, 60%-ə qədər zənginləşdirmə nəyə lazım idi? Uranı. Yəni sən artıq nüvə silahı hazırlamaq üçün bunu saflaşdırırsan. Yoxsa dinc məqsədlər üçün 3-5% saflaşdırma da kifayət eləyərdi. O zaman tərəflərdə belə deyək, bir-birinə etimadsızlıq var və ən vacib məqam indi o etimadsızlığın hansısa şəkildə bərpa edilməsindən ibarət olmalıdır. Atəşkəs elan olunan günü biz İran tərəfindən konkret tələbə eşitdik. Yəni ən yüksək səviyyədə eşitdik ki, danışıqlar Vitkov və yaxud da Kuşner səviyyəsində keçiriləcəksə biz buna hazır deyilik. Çünki məhz onların vasitəsilə keçirilən görüşlərin nəticəsində İran bombalanıb 2 dəfə və tələbləri daha yüksək səviyyəli və konkret adla çəkilmişdir. Vensin iştirakının təmin olunmasıdır. Bu gün Amerika Birləşmiş Ştatları Vensi ora göndərirsə, deməli bu və digər şəkildə belə deyək, İranı masada saxlamaq istəyir Amerika Birləşmiş Ştatları. Yəni maraqlıdır. Əslində burada iki iddia fikir səslənir Rəşad bəy. Elə sizin dediyiniz birinci istiqamət odur ki, əgər Birləşmiş Ştatlar J.D. Vance'i göndərirsə, deməli maraqlıdır. Amma bir tərəf də deyir ki, əslində göndərir. Amma sadəcə bir növ pərdə asmaq üçün gözdən. Amma məqsədi tam başqadır. Baxın, pərdə asmağın əksi nədir? Yəni pərdə asılırsa və görüşdən nəticə gözləmirsənsə, sadəcə məsuliyyəti İranın boynuna atmaq üçün ki, biz baxın ən yüksək səviyyədə nümayəndə heyəti göründərdik, onlar heç nəyə razı deyirlər deyib, yenidən müharibəni başlamaqdırsa, məqsəd yenidən müharibəni başlamaqdırsa, bundan Amerika Birləşmiş Ştatları böyük ölçüdə heç nə qazanmır axı, bayaq dediyim şərtlər daxilində. Yəni faktiki olaraq sən 40 gün bu müharibəni apardın və 40 gün nəticəsində İranın belə deyək, müqavimətini tamamilə sındıra bilməmsən. İranda rejim dəyişikliyi baş verməyib, rejim çökməsi baş verməyib. Hakimiyyət daxilində belə deyək, bir-birinə qarşı parçalanma və yaxud da bir-birinə qarşı mübarizə elementləri yoxdur. Daxildə etirazlar yoxdur və belə deyək, uzun müddət ərzində B planı olaraq istifadə etmək istədiyin radikal qruplaşmaların İran daxilinə daxil olması da və vəziyyəti belə deyək, daxildə artıq söhbət PKK yaraqlılarının İrana daxil olmasından gedir. Daxildə bu və digər şəkildə vəziyyəti gərginləşdirmək də baş tutmadı böyük ölçüdə. Gözləyirdinsə ki, İranın zərbələrinin nəticəsində Körfəz ölkələri bu və digər şəkildə prosesə müdaxilə eləyəcəklər və onlar da Amerika Birləşmiş Ştatları ilə birgə hərbi əməliyyatlara qoşulacaqlar. Bu da hələ ki baş verməyib, amma yenə deyirəm, müharibə davam eləyəcəksə baş vermə ehtimalları da ortaya çıxa bilər. İranın xüsusən də hara gəldi zərbələr endirməsi fonunda. Məsələn, şu 2 gəmini niyə göndərir? George Bush Boxer gəmilərini bir həftəyə göndərəcəyini bu mütləqdir. Bu, bilirsiniz, təhdid altında saxlamalısan ki, bu və digər şəkildə güzəş mövqeyindən çıxış eləsin. Trumpın biz bu günləri bəyanatını eşitdikdə ki, əgər razılaşma olmasa, indiyə qədər görmədikləri daha ağır silahlarla və s. Yəni, bu təhdidi sən onsuz da atəşkəs günündən qabaq da eləmişdin də. Yəni, nə dəyişdi ki? O zaman niyə vurmadın? O zaman dediyim bu təhdidi niyə real addımlarla, belə deyək, möhkəmlənmədi? Demək ki, bu və digər şəkildə Amerika Birləşmiş Ştatları da başa düşür ki, müharibənin davam etdirilməsi faktiki olaraq indi ABŞ-ın maraqlarını təhlükə altında qoyur. Yəni, söhbət baxın da, bir tərəfdən onsuz da NATO-ya meydan oxuyursan, Avropa İttifaqı ölkələrini təhdid altında saxlayırsan, bu biri tərəfdən Hörmüzdəki gərginlik fonunda bu və digər şəkildə onlarla sənin aranda bir məsafə yaranmış olur. Digər tərəfdən Ərəb ölkələri deyir ki, mən sənə bir dənə səfərində 4 trilyon dollar pul vermək haqqında saziş imzalamışam, sərmayə qorumaq haqqında. İndi özüm tamamilə darmadağınam və sənə heç nə verməyəcəyəm. Artıq öz infrastrukturumun bərpasına xərclənəcək həmin vəsait. 2, mənim hər il təhlükəsizlik üçün sənə ödədiyim 1 milyard, 2 milyard, 3 milyard vəsait də faktiki olaraq mənə qorumadı. Təhlükəsizlik çətiri işləmədi. O zaman sənin hərbi bazaların burada neyniyir? Yəni, bu kimi məsələlər də ortaya çıxa bilər. Yəni, nəticə etibarilə bu günləri Trumpın əslində danışıqlarda bu və digər şəkildə nəyəsə nail olunması onun marağındadır. Hətta, yenə deyirəm, hətta uzun bir proses olsa belə, hətta bu və digər şəkildə münaqişə dondurulsa belə, İran tərəfi heç nəyə razılıq verməsə belə, davamlı şəkildə bu danışıqların uzadılması
məsələsi həm Amerika Birləşmiş Ştatlarının, həm də İranın marağındadır. İran yenidən müdafiə xəttini gücləndirmək üçün vaxta ehtiyacı var. Amerika Birləşmiş Ştatlarının isə iyundan etibarən, yəni elə bir şey də qalmayıb. İyunda ABŞ-ın yubileyi, ondan iyundan etibarən konqresi olan seçkilərdə aralıq seçkilərinə start verilməsi, seçki kampaniyası mərhələsi. Yəni bütün bunlar təbii ki, respublikaçıların mövqeyinə təsir eləyəcək. O baxımdan istəyirlər ki, nəsə baş versin. Hə, nə baş verə bilər? Bu gün biz İranın nümayəndə heyətinin tərkibinə baxırıq da. Nümayəndə heyətinin tərkibi gözlənilən şəxslərdən prinsip etibarilə ibarətdir. Yəni 71 nəfəri niyə göndərib? Maraqlı deyilmi? Yəni müxtəlif sahələr, bu əslində İranın da mən danışıqlara hazıram mesajını verməyə hesablanıb. Yəni baxın, burada təhlükəsizlik sahəsində işləyən bir böyük bir nümayəndə heyətinin olması vacibdir. Bu və ya digər şəkildə əgər o məsələ ortaya masaya yatırılırsa. Biz Mərkəzi Bankın, İran Milli Bankının nümayəndəsinin iştirakı, söhbət sanksiyalar və yaxud da dondurulmuş aktivlərin İrana geri qaytarılması məsələsi müzakirəyə çıxarılırsa, onun rəhbərliyi ilə bir iqtisadçı nümayəndə heyətinin olması vacibdir. Qalibov təbii ki, nümayəndə heyətinə rəhbərlik eləyir və Xarici İşlər Nazirliyinin də özünün aparatından ibarət böyük bir nümayəndə heyətinin olması vacibdir. Bu onu deməyə əsas verir ki, prinsip etibarilə İran əgər Amerika Birləşmiş Ştatları tərəfindən kompromis olaraq İranın dondurulmuş aktivlərinin bərpa olunması istiqamətində müəyyən addımlar atılacaqsa, təbii ki, Hörmüzün, belə deyək, İranın nəzarətində qalmasının legitimləşdirilməsindən söhbət gedə bilməz. Bunu nəinki Amerika Birləşmiş Ştatları, dünya da prinsip etibarilə böyük ölçüdə qəbul etməz indiki mərhələdə. Amma ən azından Hörmüz istiqamətində bu və digər şəkildə İranın maraqlarının təmin olunması. Yəni, mən burada nəzarəti təmin eləyirəmsə, mən həm də burada təhlükəsizliyi təmin eləyirəm. Mən təhlükəsizliyi təmin eləmək üçün, burada infrastrukturu qoruyub saxlamaq üçün, bu qədər dünyanın gəmilərinin buradan hərəkətini təmin eləmək üçün əlavə xərc qoyuram ora, orada ordu saxlayıram təhlükəsizliyi üçün, orada infrastrukturu saxlayıram bu və ya digər şəkildə. Bundan ən azından mənə də bir pay verilsin. 1% veriləcək, 2% veriləcək və yaxud da hər tanker üçün bir konkret rəqəm müəyyənləşdiriləcək. Amma o təqzib elədilər. Rəşad bəy, təqsiri dünən təqzib elədi. Araqçının müavini dedi ki, bizdən rəsmi belə bir açıqlama gəlməyib. Niyə bu xəbər tirajlanıb deyə? Baxın, təbii ki, bu mən yenə deyirəm, bu tərəflərin ortaq məxrəcə gəlməsi üçün ortaya qoyula biləcək modellərdən biridir. Yoxsa İran deyir ki, tamamilə mənim nəzarətimdə olmalıdır və siz də bunu tanımalısınız. Yəni, Hörmüzün İranın nəzarətində qalmasının legitimləşdirilməsini tələb eləyir İran tərəfi. O baxımdan deyirəm ki, Amerika Birləşmiş Ştatları da bunu mümkünsüz hesab elədiyi üçün ortaq variant nədən ibarət ola bilər? Yəni, bu və ya digər şəkildə iqtisadi baxımdan İranı həvəsləndirməklə Hörmüzdə bu şəkildə nəzarətini, yəni hərbi nəzarətini iqtisadi nəzarətə çevirmək. Bu arada aktivlərlə bağlı elə az öncə də qeyd elədim, Reutersin iddiasıdır ki, qəbul eləyib Birləşmiş Ştatlar aktivlərini İrana geri qaytarmaq. Tələblərindən biri də elə məhz buydu. Bununla bağlı razılığa gəlsək, bundan sonraki addımlar müsbət doğru gedəcək dedi. Düşünürəm ki, əgər aktivlərlə bağlı məsələdə öz müsbət həllini tapacaqsa, eyni zamanda Amerika Birləşmiş Ştatları İsraili Livan istiqamətində cilovlaya biləcəksə, tormuzlayacaqsa, nəticə etibarilə ortada Amerika Birləşmiş Ştatlarının özü üçün prioritet elan etdiyi bir məsələ qalır. O da nədir? Nüvənin saflaşdırılması məsələsi. Burada vəziyyət həqiqətən də mürəkkəbdir. Baxın, Oman danışıqları, ardınca da Cenevra danışıqları nəyin fonunda keçirilirdi? Ancaq bir məsələ idi də masada. Uranın saflaşdırılması. Ballistik raket sistemləri məsələsi yox idi ortada. Proksi qüvvələr məsələsi yox idi ortada. Onlara dəstəyin verilməsinin dayandırılması. Amerika Birləşmiş Ştatları özü üçün prioritet elan etmişdi ki, nüvə məsələsidir. Yəni əslində sərf eləyirdi. Elə deyilmi həmin ərəfədəki danışıqlarda? Təbii ki, baxın, hər iki tərəfə sərf eləyirdi. İran daha çox şey tələb eləyir. İran tərəfi onda nə dedi? İran tərəfi Əraqçının özünün açıqlaması ilə bildirdi ki, bunu hətta, baxın, danışıqlarda sonuncu gün iştirak eləyən Oman belə təsdiqlədi ki, çox müsbət razılaşmalar əldə olundu. İran nə dedi? İran dedi ki, mən əlimdə olan zənginləşdirilmiş uranın üçüncü ölkəyə verilməsi və yaxud da İranda saxlanılıb hansısa beynəlxalq konsorsium tərəfindən nəzarətdə saxlanılmasına razıyam və nüvənin də dinc məqsədlər üçün istifadəsinə razıyam. Biz nüvə silahı hazırlamaq istəmirik. Düzdürmü?
Vitkov gedib nə dedi? Vitkov gedib dedi ki, İran deyir ki, mənim əlimdə bu qədər saflaşdırılmış belə deyək, nüvə var və mən onu 12-13 başlığa yerləşdirib nüvə silahı hazırlaya bilərəm. Və nəticə etibarilə hər şey pozuldu ortada. Sonra Amerika Birləşmiş Ştatları dedi ki, biz əslində İranın həmin görüşdə dediyi fikirləri düzgün başa düşməmişik. Yəni bu günləri söhbət doğrudan da, həqiqətən də, yəni İran açıq şəkildə, bu və ya digər şəkildə zəmanət verməlidir ki, mən bu nüvəni ancaq dinc məqsədlər üçün saflaşdıracam. Quru zəmanət yetərlidirmi? Yetərli deyil. Çünki bu zəmanəti sən verəndən sonra nüvəni qeyd elədiyim kimi 60%-ə qədər uranı zənginləşdirmirsən. Deməli ki, bu sənin bu zəmanətin də quru sözdən başqa bir şey deyil. Amerika Birləşmiş Ştatları, İran burada ümumi bir razılığa yaranmalıdırlar. Bir beynəlxalq konsorsium yaradılmalıdır. Bu nəzarəti təmin eləyəcək. Söhbət təkcə atom agentliyindən getmir. Söhbət doğrudan da güclü tərəflərin, güclü ölkələrin zəmanət verə biləcəyi və prosesi idarə edə biləcəyi bir mexanizmdən gedir. Bu mexanizm qurulması ilə bağlı razılıq əldə olunacaqsa, o zaman böyük ölçüdə problem qalmayacaq. Amma bunların hamısını bu günləri həll etmək prinsip etibarilə mümkün deyil. Amma burada bir neçə gün bundan öncə Pete Hegseth'in bir açıqlaması var idi briefingdə. Dedi ki, İran qəti şəkildə ki, İran artıq uranla bağlı mövqeyində geri çəkilir. Yəni Birləşmiş Ştatların tələbini yerinə yetirib kimi. Biz də avtomatik olaraq fikirlər, diqqətlər yönəldi təbii ki, indi Pakistandakı görüşə ki, Birləşmiş Ştatların ilkin tələbi nüvə, uran məsələsi idi. Ki, görünən odur ki, burada artıq onunla bağlı məsələ həllini tapacaq. İkinci bir tərəf Livanla bağlı. Siz dediniz ki, bu da həll oluna bilər Birləşmiş Ştatlar tərəfindən. İranın vitse-prezidenti az öncə də xəbər vermişdim. Deyir ki, əgər İsrailin mövqeyindən çıxış olsa bugünkü görüşdə, bu həllini tapmayacaq bu məsələ. Amma İsrailin də təkidi var. Düşünürsünüzmü ki, bu arada Livanla görüşləri olacaq Birləşmiş Ştatlarda? Baxın, sırağa gün bu məsələ İran tərəfindən ciddi şəkildə ortaya qoyulandan sonra, hətta görüşün baş tutmayacağı ilə bağlı Qalibafın açıqlaması var idi. Söhbət Livanın da atəşkəs mexanizminə daxil edilməsi, yəni İsrailin o istiqamətdə hücumları dayandırması. O zaman biz gün ərzində iki məsələyə şahidlik etdik. Bir, İsrail tərəfi bəyan etdi ki, Livanla birbaşa danışıqlar masasında oturmaq istəyir. İki, biz zərbələri dayandırmasaq belə Trumpın istəyinə uyğun olaraq məhdudlaşdırmaq haqqında bir qərara gəldik. Yəni, bu o deməkdir ki, Trump İsrailə artıq təzyiqə başlayıb bu istiqamətdə. Yəni, Livanda da müvafiq olaraq atəşkəsin elan olunması. Burada biz atəşkəsin elan olunması prinsip etibarilə bu günləri İsrail üçün böyük ölçüdə belə deyək, mənfi bir şey deyil. İsrail bir 40 kilometrdən artıq Livan ərazisinə girib. Söhbət atəşkəsin elan olunmasından sonra atılacaq addımlarla bağlıdır əslində. Yəni, sən atəşkəsi elan eləyib, həmin o 40 kilometri nəzarətində saxlayassansa, bu böyük ölçüdə artıq Livan ərazisində sənin hərbi kontingent saxlamağın və Livanın 40 kilometr ərazisini işğal etməyin anlamına gəlir. Dünən Maliyyə Naziri dedi, Rəşad bəy, sadəcə Qəzza ilə bağlı yox, Suriya ilə bağlı da dedi, Livanla bağlı da. Ki, bizim bundan sonra həmin əraziləri ələ keçirmək kimi bir planımız var deyə. Yəni, təbii ki, bu böyük neçə illərin planlarıdır. Amma sanki konkretləşib, dəqiqləşdiriblər, bundan sonra eləyəcəklər. Suriyada eləyir, İraqda eləyir, Livan istiqamətində eləyir. Yəni, bunu bir dəfə də cəhd eləmişdi əslində. 20 kilometr girmişdi, amma BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq İsrail həmin vaxt geri çəkilmək məcburiyyətində qaldı. İndi yenə deyirəm, söhbət sırf atəşkəsdən ibarətdirsə, yəni İranın bu günləri təməl ortaya qoyduğu tələb atəşkəsin elan olunmasıdır, İsrail buna gedə bilər. Onsuz da 40 kilometr ərazi onun nəzarətindədir. Yox, bu atəşkəsin ardınca artıq İsrailin tutduğu ərazilərdən geri çəkilməsi tələbləri ortaya çıxacaqsa, o zaman İsrail Amerika Birləşmiş Ştatlarının təkidlərinə və tələblərinə də qulaq asmaya bilər və o istiqamətdə müharibəni davam etdirə bilər. Amma yenə deyirəm, indiki mərhələdə qənaətim ondan ibarət ki, indiki mərhələdə ən azından danışıqlar getdiyi müddətdə ki, bu danışıqlar bu gün başa çatmayacaq, bu danışıqlar bu günləri ola bilər atəşkəsin uzadılması ilə bağlı bir qərar verilsin, danışıqların detallarının müzakirəsi üçün, ekspertlər səviyyəsində görüşlərin təşkili üçün bu və digər şəkildə proses uzansın. Həmin müddətdə ən azından ABŞ İsrailə də Livan istiqamətində
hücumları dayandırmaqla bağlı təkid eləyə və buna nail ola bilər. Ki, bu günləri bu prinsip etibarilə həm Amerika Birləşmiş Ştatlarının marağındadır, həm də masada oturmağını, proksi qüvvələr masada oturmağı məğlubiyyət kimi qəbul etməsinlər deyənə həm də İranın marağındadır. İran rahat şəkildə deyəcək ki, mən indiyə qədər sizi maliyyə ilə, silahla və s. ilə necə təmin etmişəmsə, bu günləri də öz dövlət marağımı sizin marağınızdan uca tutmuram, sizin təhlükəsizliyinizi də masaya yatırıram və sizi qorumaq üçün, əgər bu baş verməyəcəksə, İran yenidən müharibəyə hazırdır kimi bəyanatlarla çıxış eləyirəm. Yəni, prinsip etibarilə bəyanatlar hər iki tərəfdən nə qədər maksimalist olsa da, ortaq məxrəcə gəlmək imkanları var. Sadəcə bu tərəflərin, belə deyək, nə qədər ağıl və məntiqli addımlar atmasından asılı olacaq. Bəli. Görəcəyik ümumiyyətcə. Bunu bir neçə saatdan sonra əslində bəlli olacaq gələn açıqlamalar üzərindən. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Minnətdaram təhlilləriniz üçün. Rəşad Bayramov, siyasi şərhçi.